Məzunumuz Balayev Elcanım. Öz yolunda iller öttü, neler gördü ülkemiz. Parçalandı ölmez vatan, ayrı düştük biz. Öz yolunda iller öttü, neler gördü ülkemiz. Parçalandı ölmez vatan, ayrı düştük biz. İndi bilsin bütün dünya, var yenilmez ordumuz, yenilmez ordu. Gör ne vaktan geldi, özünden ayrılan, talehinden ozlanan torpağın sesi. O hasretten gem çekip indi dözmür ağlayır. Gör ne vaktan seslenir torpağın sesi. Gör ne vaktan gelir özünden ayrılan, talehinden ozlanan torpağın sesi. O hasretten gem çekip indi dözmür ağlayır. Gör ne vaktan seslenir torpağın sesi. Müstakildir Azerbaycan, onun nurlu dövrü var. Serhədində məğrur oldu igid oğullar. Müstakildir Azerbaycan, onun nurlu dövrü var. Serhədində məğrur oldu igid oğullar. İndi bilsin bütün dünya, var yenilmez ordumuz, yenilmez ordu. Gör ne vaktan geldi, özlerinden ayrılan, talehinden ozlanan torpağın sesi. O hasretten gel çekip indi dözmür ağlayır. Gör ne vaktan seslenir torpağın sesi. Gör ne vaktan geldi, özlerinden ayrılan, talehinden ozlanan torpağın sesi. O hasretten gel çekip indi dözmür ağlayır. Gör ne vaktan seslenir torpağın sesi. Torpağın sesi, torpağın Kısas megamı sonu geldi hicranın. Var ol ki emriledin Ali Başkomandanım. Çıktı kısas megamı sonu geldi hicranın. Var ol ki emriledin Ali Başkomandanım. Kavuştu bendin özüne sen zafer mayanımız. Sahip çıktın sözüne Karabağ torpağında. Her kente her şehirde ucalır bayramımız. Ucalır bayramımız, ucalır bayramımız. Ucalıdır başımız, azad oldu Şuşamız. Bugün sene hamımız silahtaş komandanım. Ucalıdır başımız, azad oldu Şuşamız. Bugün sene özüne sen zafer
mahvediliptir. 44 günlük bu savaş gələbəyle bitibdir. Gururumudur her renk düşman mahvediliptir. 44 günlük bu savaş gələbəyle bitibdir. Al güvendi özüne sen zafer mayanımız. Sahip çıktın sözüne Qarabağ torpağında. Erkekte her şeyde ucalır bayrağımız. Ucalır bayrağımız. Ucalır bayrağımız. Ucalıdır başımız. Azad oldu Şuşamız. Bugün sene hamımız silahdaş komandanım. Ucalıdır başımız. Azad oldu Şuşamız. Bugün sene hamımız silahdaş komandanım. Halk güvendi özüne sen zafer ayağımız. Sahip çıktın sözüne Qarabağ torpağında. Erkekte her şeyde ucalır bayrağımız. Ucalır bayrağımız. Ucalır bayrağımız. 2020-ci il 44 günlük vətən müharibəsi və ondan sonraki uğurlu hərbi əməliyyatlar sübut etdi ki, Azərbaycan ordusunun hər bir fərdi özünü vətən uğrunda fəda etməyə və düşmənə zərbə vurmağa qadirdir. Azərbaycan qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 30 illik vətən həsrətinə son qoyuldu. Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş. Ağrılı, acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlar da yaşamışdır. Lakin vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsi qəhrəmanlıq səlnaməsidir. Dalğalandı Qarabağda bugün zəfər bayrağımız. Heç vaxt yerdə qalmayacaq axıdılan qanlarımız. Canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər olsun mübarizə polada, Qarabağ artıq azaddır. Qarabağ yenə elə qalacaqdır. Qarabağa göz dikənlər başlarından olacaqdır. Qarabağ Azərbaycandır. Gerisi cəfəngiyatdır. Şəhidim, qazim, Qarabağ artıq azaddır. Bu zəfər Türk əzmi, Türk qərarlığı, tarixin möhtəşəm qələbəsidir. Haqqın, ədalətin bərqərarlığı Heydər arzusunun təntənəsidir. Zəfər bayrağımız, bayraqdarımız, zəfər azad olan torpaqlarımız, zəfər baş tacımız, şah vüqarımız, zəfər namərdlərə ibrət dərsidir. Zəfər ad yerimiz, şəhid zirvəsi, göy tükür hayqıran səsi, bu zəfər Turanın bir müjdəsidir.